Salam, xoş gördük değerli TikTok izləyicilərim. Bugün sizi Binə qəsəbəsində Leon Palasdan içəri, Donuz kökətmədən də içəri yol var, asfalt yolda gəlirsən. Belə bir 5 otaqlı möhtəşəm şəxsi evlə tanış eləyəcəm. Evimiz həqiqətən də çox geniş evdir. 300 kvadrata yaxındır, 7 sotda yerləşir. Qiyməti də axırda elan eləyəcəm. Burada mətbəx hissəsidir. Gördüyünüz hər bir şey də qalır. Evdə götürüləcək əşyalar bir televizor olacaq, bir də cehizli mebeldən başqa bütün əşyalar qalacaq. Bu qonaq otağıdır. 14 metrin, hardasa 4 metrədir. Baş tərəfdə burada 4'ün 5'ə geniş bir yataq otağı. Bu otaq 4'ün 5'ədir. Ev şəxsi evdir, yaşayışlı evdir, təcili satılır. Bu ikinci yataq otağı, bu da 4'ün 5'ədir. Təmiri də ki, ideal təmirdir, kök yaşa evdir. Kombi sisteminə qədər hər bir şey hazırdır. Bu üçüncü yataq otağımız, bu da 4'ün 4'ədir. Bu da geniş yataq otağıdır. Bir otağımız da burada yerləşir. Bu da hardasa 10'un 4 yarımadır. Bunu qonaq otağı kimi də istifadə edirlər. Yəni geniş bir yataq otağıdır. Bax gördüyünüz o mebellər götürüləcək bu evdən. Bir də televizor. Qalan gördüyünüz bütün əşyalar yerində qalır. Burada isə hamam hissəsidir. Burada bir otağa bərabərdir. Burada çamaşırxanasıdır, ütü otağıdır. Burada hamam otağı hardasa 7'nin 2'ye belə bir şeydir. Burada əlavə aristonda quraşdırılıb. Kombisi də addelnidir. Burada da sanitar qovşağıdır. Burada sanitar qovşağı. Ev həqiqətən də çox genişdir. Yenə təkrar edirəm, 300 kvadrata yaxındır. Buradan da qonaq otağını sizə göstərim. Yəni buranı bağlaya da bilərsiniz, bağlamaya da bilərsiniz, fərqi yox. 14'ün, 17'nin hardasa 4'ə. Ev özü 24'ün 13'ədir, 12'yədir, belə bir şeydir. İndi həyət hissəsini sizə göstərəcəm. Ümumi sahəsi 7 sotdur, Kupçaya gedən sənət. Bu evimizin məhləsidir. Görürsünüz, səliqəli bir məhlədir. Köhnə məhəllərdədir. Bu qarac hissəsidir. Buradan qaraca girişdir. Buradan da həyətə giriş. İçərdən də qarac hissəni sizə göstərəcəm. Bayırdan giriş. Bura qarac hissəsidir. O da qarac qapısı. Burada çöl üçün, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Burada təmirlidir. Keçirik bağ hissəsindən sizi tanış eləyəcəm. Dövlət suyuna qədər var. Bütün kommunallar yerindədir. Şəxsi evdir. Evin fasadı da vurulacaq. Abrabotka işləri görülüb. Bütün rəngi vurulacaq. Hazır. Bağ hissəsini sizə göstərəcəm. Bağ hissəsi də çox genişdir. Bu da evimizin bağ hissəsi. Görürsünüz, geniş bir bağı var. Harca 3 sotuna yaxın ev tutur, 300 kvadratdır. Bu da bağ hissəsi. Evin fasadı da vurulacaq. Tam hazır vəziyyətdə təhvil veriləcək. Evimizin ümumi qiyməti neçə olsa yaxşıdır? 180.000 manat Kupçaya gedən sənət. Reallıq olacaqsa qiymətdə yenə də indirim olacaq. Əlaqə saxlamaq istəyənlər səhifədə nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz. Səhifəni bəyənib takip etməyi də unutmayın.